Nevroloji xəstəliklərin erkən diaqnozu bir neçə vacib səbəbə görə önəmlidir. Müalicə effektliyi, erkən diaqnoz xəstəliyin gedişatının yavaşladılması və ya tamamilə qarşısının alınmasına kömək edir. Məsələn, insult, Parkinson və Alzheimer kimi xəstəliklər erkən mərhələdə aşkar edilərsə, müalicə effektli olur. Fəsadların qarşısının alınması. Gec diaqnoz edildikdə xəstəlik irəliyərək ciddi funksional pozuntulara, hərəkət məhdudiyyətinə, yaddaşın pozulmasına və hətta əlilliyə səbəb ola bilər. Həyat keyfiyyətinin yüksəldilməsi. Erkən diaqnoz və düzgün müalicə xəstənin gündəlik həyatını asanlaşdırır, iş qabiliyyətini və sosial fəaliyyətini qoruyur. Xəstəliyin irəliləməsinin yavaşladılması, məsələn, skleroz, epilepsiya və digər nevroloji problemlərdə erkən müdaxilə xəstəliyin ağırlaşmasını gecikdirə bilər. Baş ağrı, baş gicəllənmə, titrəmə, hərəkət məhdudiyyəti, yaddaş pozğunluğu kimi nevroloji problemlər hiss edərsinizsə, həkimə müraciət etmək vacibdir.